Hz. Musa'nın zamanında qövmünün içində qıtlıq düşdü. Uzun müddət yağış yağmadı. İnsanların vəziyyəti günü-gündən kəskinləşir, çətinləşir, əziyyət çəkirdilər. Bir dəstə insanlar gəldilər Musa Peyğəmbərin yanına. Ey Musa, sən Allahla danışansan, sən Allahla təkəllüm edənsən, bizim bu vəziyyətimizi Allaha çatdır. Hz. Musa qövminə belə dedi, gedin bir səhralığa çıxın, orada istisqa nədir? Yağış yağmaq üçün dualar, gedin dualar eləyin orada. Nə qədər də dua etdilər, hətta 70 dəfə namaz qıldılar, alınmadı. Heç bir dəyişilmədi, yağış yağmadı. Allah Rəsulü Musa Peyğəmbər Kəlimullah Allaha belə münacət elədi. Ya Rabbim, bu insanlar möhtacdır. Yağış yağdırmaq sənin əlindədir. Yardım et ya Rabbim. Axı bunlar dua da etdilər. Allah Teala burada ey Musa, bilirsən o duanı niyə qəbul etmirəm? Niyə yağışı göndərmirəm? O 40 nəfərin içində bir nəfər günahkardır, tövbə etməlidir və ya onların içindən çıxmalıdır. Hz. Musa elan etdi, sizin içinizdə günahkar kimdir dedi. Birini çıxın, hər kəs özünü bilir, hər kəs özünün günahını da bilir. Amma o günahkar narahat oldu. Ya Rabbim, əgər mən günahımı etiraf etsəm, mən biyabır olaram. Mənə onlar necə baxacaqlar? İçində bir narahatçılıq yarandı. Səmimi bir Allahla münasibət oldu. Rəbbim, mənim burada sirrlərimi ört, eyblərimi ört. Sən səttarəl uyubsan, eybləri örtənsən, ya Rabbim, mənim eybimi açma. Əgər mənim eybim açılarsa, mən bu insanların üzünə baxa bilmərəm, dedi. Bunu səmimi qəlbidən tövbə eləyəndə Allah yağışı yerə nazil etdi. Hz. Musa təəccüb elədi, ilahi bəs deyirdin, bunların içində, qövmün içində bir günahkar var, dedi. Və sən burada yağış yağdırdın. Allah Teala buyurdu, onların içində olan həmən günahkar tövbə etdi səmimi qəlbidən. Dedi, mənim sirrimi açma, dedi, ya Rabbim. Açılarsa məhv olaram. Çünki Allah sirrləri açmaz. Allah eybləri örtər. Sən də başqalarının eybini ört, açma. Açacaqsan sirrin açılacaq. Hz. Musa dedi, ilahi, o adamı mənə tanıtdır. Allah buyurdu ki, ey Musa, mənim dostum, əgər mən onun sirrini sənə açsam, onda mən Allah olmaram. Sən bil ki, eybləri örtən mənəm. Mən onun kim olduğunu sənə demərəm. O mənim dostumdur. Bu qədər mehriban olan Allah bizim tövbələrimizi bağışlayacaq. Çünki Allah bizim keçmişimizi bağışlayacaq. Əgər biz səmimi qəlbidən etiraf etsək günahlarımıza, günahlar ən böyük yükdür.